Veren de kusmene köyneyip zıladım yazan Uçar olup bedenim derdi bir deva eline Özün ne görsün onu koyma Zeynep'im de göre Gelinceden de koymaz o kızı hana eline Şebe zifafi kapıda dayan benim yerime Duayı hayırle el versin aşina eline Sifariş eyle benim de dilimce damade Denen ki yaxşı düşüb doğru por beha eline Benim kızım nənəsizliği acıqlı söz demezli Ay Zeynep, ay Zeynep, ay Zeynep Bilmeyem ne vardı Hatmen özlerinin tarafından Günleri hardan okuyam ile Zeynep'e sözün akırcadı Allah yüreği koymasınsınlar Nənəsizlərin ürəyi bətərsin ola Əgər nənöz var, gedin günləri əllərin öpün, ayağına düşün Əgər nənöz dünyadan gedib, gedin yüzünüzü qoyun qəbrinin daşına Nənədən olmaz valla, məxsusən qız uşağına nənəsizlik bətər çətindir Əmoğli Bir də oxuyayım da, heyf deyə Sifariş eylə Mənim də dilimdə damadə Denen ki yaxşı düşüb doğru por bana Əlinə mənim qızım nənəsizdir Acılı söz deməz Yanar yanar nənəsiz qız baxar Xuda əlinə Evzabad Mətləbi kamil oxumayan istəyəm Bir ayrı yerdən də çüş mən təqdim edəyəm İnşallah gün o gün olar Bəqidə bu cəmdən zəncirlər Nəfsi alə zəfəratəha məhbusə Zəhracan, nəfəsim sinəmdə həbs olubdur. Zəhracan, bir qorxum budur ki, bu dünyada səndən çox olur. Sonra mənim ömrüm çox olur. Səndən bir xahiş eləyəm, Zəhra. Dua elə, səndən sonra ömrüm uzun olmaz. Xan bir baxdı, bir ləhsə mütəvəccüh oldu, gördü, Əli elə dizlərim ucaqlayıb. Bətər pərişan əyləşibdi. Arz elədim oğlu Əgər mən canımı sənə fəda vermişəm Səni belə pərişan görməyəm Gördü Əlinin belə gözlərinin yaşı cari Kişinin ağlamağı görüb sən yanı Bu ağlama yox ha Bu ağlama eşq ağlama Allah görsətməsin Kişinin namusun qabağında vuralar Əl-ayağı açıq olmayan Ondan bax ağlıyor O ağlamaq ölümdən bətər Gördü Zəhra Köməklik elədi Usunan əli gətirdi üzdə Əlinin gözünün yaşını sildi Çəkdi sinəsinin yaralarına
Merhum Neraqı yazar bu cümleni, Əli etiraz elədi, məzərət istəyəm. Kızı göz yaşı duzluyorlar, yarıya əziyyət elə. Zəhra niyə belə eləyirsən? Ərz elədəm oğlum, babamdan eşitmişəm, məzlumun gözünün yaşı hər dərdə dərmandır. Ya burada qalmayın, bir gecə mərkəzdə qalmayın, gedin qəbristanı bəqiyə. Oğlum, nə sənin kimi məzlum olar, nə mənim kimi yaralı olar. Da burada Əli qalanmədi. Zəhra, yalvarıyam sənə, bu qədr ölüm sözünü Fatimə gətirmədilər. Çətindi ayrılığı bülbülün çəməndə gülə. Sən olmasan ürəyim dərd o qüssədən sıxılar. Xuda nəkərdə sən ölsən mənim evim yıxılar. Utardım ha, görüm neyniyəcəksən. Zəhra, düşərsi yadımə, sən yol gedəndə peyğəmbər. Du bir yeri qabağımda peyğəmbərə bənzər. Vələk şərti budur, olsa əldə gər çarə. Əlvi qoymayasan yol gedəndə divarə. Ey vay Zəhra, ey can, yaralı Zəhra. Vallahi sen de benim yerim olsaydın burada avara qalardın vallahi. Kim nə biləysə hər nə olacaq. Ama bu məclisi belə asan ələ gətirmək olar. Bu göz yaşı məcəl öz yaşına axı, öz başına axı, vallahi o cürdür. Məni əlan gələsəm beqoli ləhazı pezeşki həncərəmi qoyasan dəstgaha deyər abi, bu səs şərəf danışır. Ama doğrudan da bu da təvəccüh əhl-i beytidir. Bunu da məndən alın bu gecə, mənim sizə soğuqatım olsun da. Bir şeyləyəm çox eşidibsən, Hacı Mehdi Qələndərin Əmincan. Və elə bu ləhsələrin ruhusudur. Ha, bax, deyir ki, Əli eyni sifarişi Həzrəti Zəhra Səlamullah Aleyha ki, buyurmuşdur. Əmoğlucan, əgər günüzdə ölsəm, mənə gecə qusur. Qəssilni billəyl və kəffenni billəyl və dəffenni. Əmoğlu, əgər günüzdə ölsən, məni gecə yarısı qusur elərsən, kəfən elərsən, qəbrə tapşırırsan. İndi bax, bir şey eləmələ da bu saatlər ola. Əli amadə olub Zəhraya qusur. Amma Zəhranın peykəri ilə bir cür danışayım. Bunu ərz eləyim, Əsma deyər ki, mən özüm Peyğəmbərdən eşitdim. Buyurdu, əgər bir nənə dünyadan geçsə, qoymayın onun balaları çox cənazənin ətrafında qalarlar. Nənəsizlər yaxşı bilərlər, çünki axırı ömrü necə bədxatır olur. Hər elin balaları cənazədən uzaq saxlayın. Amma Əsma deyər ki, elə bil bu xanavadədən adamsızın tapanmədim. Balalar nənə cənazəsinə suda şeydilər. Mən su tökəydim, Əli də qusl eləydim. İndi özüm baxda, can-ı kəlam-ı rozə bu mətləb. Əli qusl eləyə Zəhra ilə danışır. Qalmışam nə halə mən Mənsurcan, Həsəncan, cavanlar Məhdican, başuza dolanım ayaq saqqallar. Qalmışam nə halə mən Quya fəqət Zeynəb bilir. Qal xizey xırda əlin göz yaşımı yüzdən silir. Agəhem vardı qabaqda macerası Zeynəbi.
Bir də başından açılmaz baş gərası Zeynəbin. Bir də qoymaz bu fələk ömründə Zeynəb dincələ. Qoy sənə qusl eyləyib Zeynəb də öyrəşsin hələ. Bu nə sözdür döş dilində uşağa qusl örgədəlləməyə. Bir gün Şamə düşər Zeynəb, vətəndən dur olar. 3 yaşında bir qıza qusl etməyə məcbur olar.